Rəhman və Rəhim olan Allahın adıyla növbəti dəfə Kanal 12 ekranlarında tarixin izi ilə verilişində görüşünüzə gəldik və Məhəmməd Peyğəmbərin son günləri, vəfatı haqqında qısa tarixi hadisələri diqqətinizə çatdıracağıq və bu hadisələr alimlərimizin əsərlərində, təhlillərində öz əksini tapıb və həmin o təhlilləri qısa şəkildə bu verilişdə sizə çatdırırıq. Peyğəmbər Əkrəmin haqqında Qur'an-ı Kərimdə də kifayət qədər bilirsiniz ki, ayələr var. Bir neçə dəfə birbaşa adı Qur'an-ı Kərimdə çəkilən ayələr var və bir çox ayələr də var ki, konkret olaraq Peyğəmbərin haqqındadır və bütün ayənin mənası Peyğəmbər Əkrəmə aiddir. Nazil olma səbəbi Peyğəmbər Əkrəmdir. Əlbəttə, bütün Qur'an-ı Kərim ayələri Peyğəmbər Əkrəmin haqqında işarələrlə çox olsa da, amma konkret olaraq, yəni bütün ayələr Peyğəmbər Əkrəmə gəlsə də, bir sıra ayələr var ki, Peyğəmbər Əkrəmin özü haqqındadır və Allah Peyğəmbəri insanlara tanıtdırır və bəlli edir ki, sizin aranızdan necə bir şəxsiyyət bu ilahi missiya üçün seçilib. Həmin o ayələrdən biri də وَلَكُمْ فِي رَسُولُ اللّٰهِ اُسْوَةٌ حَسَنَهْدِ لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولُ اللّٰهِ اُسْوَةٌ حَسَنَهْ ayəsidir. Bu ayədə Allah Təbarək və Teala ümmətə, insanlara, əslində bütün bəşəriyyətə Peyğəmbər Əkrəmin əzəmətini göstərir və buyurur ki, Peyğəmbər Əkrəmin vücudu, Peyğəmbər Əkrəmin varlığı sizin üçün böyük bir, gözəl bir nümunədir. Yəni Peyğəmbər Əkrəm və təkcə Peyğəmbər yox, elə bütün Peyğəmbər və Əhl-i Beyti insanlar üçün bir nümunədir, bir ülgüdür. Bu mənada ki, əgər Qur'an-ı Kərim dinimizi nəzəri baxımından bizə çatdırırsa, həmin o Qur'an-ı Kərimin, dinimizin hökmləri əməli baxımda Əhl-i Beyt əleyhissalam tərəfindən icra olunub, həyata keçirilib və istənilən o Allah Təbarək və Teala'nın hökmləri, Allah Təbarək və Teala'nın Qur'anda bizə göstərdiyi, işarə elədiyi, bəyan elədiyi hökmlərin biz əməli şəklini görmək istəyiriksə, nümunələrini, canlı nümunələrini görmək istəyiriksə, Peyğəmbər və onun pak Əhl-i Beyti haqqında olan rəvayətlərə, tarixə nəzər salmaqla görə bilərik. Qur'an-ı Kərim bu ayəsi ilə bəlli edir ki, sizin üçün örnək, nümunə olaraq mən Peyğəmbər Əkrəmi göndərmişəm, Peyğəmbər Əkrəmi sizin aranızdan seçmişəm və Peyğəmbər böyük ülgü və nümunədir. Doğrudan da Peyğəmbər Əkrəmin həyatına əgər biz diqqət eləsək, görərək ki, Peyğəmbər Əkrəm tarixin gəlmiş, getmiş bütün Peyğəmbərlər arasında bəlli olan 124 min, yəni bu cür gəlib rəvayətlərdə, o qədər ki, bizə məlumdur, yəni 124 min Peyğəmbərin arasında bütün ulul-əzm, 5 ulul-əzm Peyğəmbərin arasında və digər mürsəl Peyğəmbərlərin arasında, bütün Peyğəmbərlərin sırasında ən müvəffəq, ən uğurlu Peyğəmbərdir. Peyğəmbər Əkrəm cəmi 63 il ömür yaşayıb və ondan 23 ilini Peyğəmbərliyə həsr edib. Bu missiyasını tamamilə tam, dəqiq olduğu kimi həyata keçirib və bugünə qədər də onun qurduğu, gətirdiyi, insanlara tanıtdırdığı din yaşayır və dünyada əsas dinlərdən biridir və qiyamət gününə qədər də yaşayacaq. Peyğəmbər Əkrəm bizə bəlli olan müvəffəq Peyğəmbərlər, o Peyğəmbərləri ki, Qur'an-ı Kərim dinimiz bizə tanıtdırır. Məsələn, Talutun hakimiyyətindən sonra Davud və Süleyman Peyğəmbərin hakimiyyətləri və yaxud da ki, İsrail, Yaqub Peyğəmbərin oğullarından Yusif Peyğəmbərin hakimiyyətdə olması. Bax, bir neçə dənə belə Peyğəmbərləri göstərir ki, əlbəttə, əksər Peyğəmbərlər missiyalarını çox çətinliklə həyata keçiriblər və çətinliklər nəticəsində Tohid dinini yaşadıblar. Amma sözsüzdür ki, müvəffəqiyyətləri o qədər də böyük olmayıb. Bir neçə Peyğəmbər, Süleyman Peyğəmbər, Yusuf Peyğəmbərə Allah bizə hakimiyyətə gəlib, öz dinlərini
yaşatdıqlarını göstəribsə və elə o da bəlli olur rəvayətlərdən ki, Süleyman Peyğəmbərdən də sonra və Yusif Peyğəmbərdən də sonra həmin onların dinləri gətirdikləri kimi, tapşırdıqları kimi və ya həyata keçirdikləri kimi qala bilməyib, davam eləyə bilməyib. Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm isə Peyğəmbərlik dönəmində İslam dinini gətirdi, İslam dinini möhkəmlətdi, İslam dinini təbliğ elədi, İslam dininin hökumətini, xilafətini qurdu. Peyğəmbər Əkrəm həmin o vəhşi insanlar ki, öz övladlarını, qız övladlarını diri-diri bastırırdılar. Bax, həmin o vəhşi atalardan mehriban ata yarada bildi. Həmin o bütlərə sitayiş eləyən, öz ərzaqlarından düzəltdikləri bütlərə səcdə edən, istifadə elədiyi taxta parçalarından büt düzəldib ona ibadət edən insanlardan övliya-i ilahilər yaratdı. Allaha bağlı olan insanlar, böyük şəxsiyyətlər yaratdı və Peyğəmbər Əkrəm öz qəbiləsi üçün boş, mənasız savaşlar keçirib, qan tökən və qanını axıdan insanlardan ilahi insanlar yetişdirdi ki, həmin o insanlar İslam mücahidləri oldu, din yolunda, Allah yolunda vuruşub uca şəhadət məqamına çatdı. Baxın, bu qısa bir neçə misalı gətirməklə istəyirəm izah olunsun ki, Peyğəmbər Əkrəm 23 il ərzində dünyanın ən cahil, ən günahkar, ən vəhşi insanlarının yaşadığı əraziyə, Hicaz ərazisinə dini göndərdi və Allah təbarək və teala həmin o insanların içindən seçdiyi Peyğəmbərin vasitəsilə Hicazda İslam dinini yaydı. Hicaz o dönemdə ən vəhşi, ən cinayətkar, ən kobud, ən günahkar insanların, ən fasıq insanların yaşadığı bir məkan idi. Baxın, bəzən belə suallar verirlər ki, niyə məhz Qur'an-ı Kərim ərəb dilində gəldi? Niyə məhz İslam dini Hicaza gəldi? Hicaz, biz bunu qətiyyətlə, əminliklə deyə bilərik. Hicaz həmin dövrdə dünyanın ən vəhşi, ən günahkar, ən fasıq, ən facir, ən pis xasiyyətlərə sahib olan insanlarının məkanı idi. Yəni, əgər dünyaya bir murur eləmək, baxmaq imkanımız olsaydı, o vaxtın gözü ilə analiz edə bilsəydik, görərdik ki, doğrudan da elə dünyanın ən pis insanlarının, ən daş ürəkli insanların yaşadığı məkan Hicazdır. Əgər Hicazda bu din ayaq tapıb yaşaya bildirsə, deməli dünyanın bütün yerlərində qiyamət gününə qədər qala biləcəkdir. Dünyanın ən daş ürəkli insanları, ən vəhşi insanları əgər İslamı qəbul edilərsə, Qur'anı qəbul edilərsə, Peyğəmbəri qəbul edilərsə, deməli həmin din bütün dünyanı da öz bayrağı altına ala bilər. Allah təbarək və teala əslində Hicaza dinimizi, Qur'anı, Peyğəmbəri göndərməklə, yəni bu missiyanı oradan başlamaqla, İslam dinini Hicazdan başlamaqla əslində bütün dünyaya bir mesaj vermiş oldu ki, əgər din Hicazda ayaq tutdusa, yaşadısa, deməli qiyamət gününə qədər yaşayacaq və dünyanın hər bir yerində ayaq tutub möhkəmlənəcək və qalacaq. Peyğəmbər Əkrəm İslam dinini gətirdi, onun xilafətini, hökumətini qurdu və Hicri 8-ci ilində Əli əleyhissalamın Tövbə surəsinin ilk 13 ayəsini Bəraətil müşrikində oxumaqla ondan sonra artıq Hicazda demək olar ki, tam olaraq tohidləşmə prosesi həyata keçdi və Peyğəmbər Əkrəmin ömrünün sonlarında, hətta demək olar ki, Peyğəmbər Əkrəm Hicri 11-ci il Səfər ayının 28-də dünyadan gedib, ona qədər artıq Hicri 10-cu əsrdə, Hicri 9-cu əsrdə, yəni Peyğəmbərin ömrünün son 2 ilində demək olar ki, Hicazda tohid bayrağı hər yerdə dalğalanırdı və bütün halda Hicazda insanlar İslamı qəbul eləmişdilər, qəbul eləməyənlər az idi, ya müsəlmanların zimməsi altında yaşayırdılar, əlbəttə bu qeyri-müsəlman, yəni səmavi dinlərə aiddir. Və yaxud da ki, oranı tərk eləmişdilər. Müşriklər isə, bütpərəstlər isə demək olar ki, hamısı tövbə eləyib İslam dinini qəbul etmişdilər. Hicriyyətin 8-ci ilindən sonra həcc mərasimində Əli əleyhissalamın
Tövbə surəsinin ilk 13 ayəsini Bəraətil müşrikin mərasimində oxuyandan sonra kütləvi şəkildə İslamlaşma Hicazın bütün məntəqələrə yayıldı və həmin o 23 il öncə vəhşi insanların, daş ürəkli insanların, öz qız övladlarını diri-diri torpağa bastıran insanların yaşadığı həmin o məkanda boş, mənasız səbəblərdən gecə-gündüz savaşlarda keçən, qəbilə savaşlarında keçən insanlar, həmin o insanların yaşadığı məkanda tövhid hər yerdə dalğalandı və Hicrətin 8-ci ilindən sonra, Hicrətin 9-cu ilində, Hicrətin 10-cu ilində Hicaz tam olaraq tövhid bayrağının altındaydı və Hicazda müşrik və bütpərəst insanlar demək olar ki, qalmamışdılar. Baxın, 23 illik Peyğəmbər Əkrəmin missiyasına uğurluğu, müvəffəqiyyəti və tam qələbə çalması buradan bir daha özünü göstərir. Peyğəmbər Əkrəm tam olaraq dinini həyata keçirtdi. Allahın göndərdiyi dini, Qur'anı bu 23 il ərzində dünyada Hicaz adlanan, dünyanın Hicaz adlanan ərazisində həyata keçirdi və əlbəttə ki, Hicazın ətrafında da müsəlmanlar var idi, Yəməndə də müsəlmanlar var idi, digər ona yaxın məntəqələrdə də hələ İslam qoşunları fəth eləmədən öncə də həmin o yerlərdə müsəlmanlar var idi, amma təbii ki, o hadisələr, yəni Hicazdan kənara Peyğəmbər Əkrəmdən sonra yavaş-yavaş geniş fəthlər başladı və fəth oldu. Amma Peyğəmbər Əkrəm 23 ildə öz missiyasını tamamilə həyata keçirə bildi. Keçən dəfə də ərz elədim, hər bir tarixi hadisəni araşdırmazdan öncə bir miqdar həmin tarixi zamandan önə çəkilmək lazımdır və həmin o tarixdən gəlmək zərurətdir. Çünki Peyğəmbər Əkrəmin vəfatı ilə bağlı əgər danışırsa, Peyğəmbər Əkrəm Səfər ayının 21-də xəstə yatağına düşüb, Səfər ayının 28-də dünyadan köçüb və Rəbiül Əvvəl ayının 1-də və zahirən həmin il Səfər ayı 29 gün olub və Rəbiül Əvvəl ayının 1-də Peyğəmbər Əkrəm dəfn olunub. Amma hadisələr, yəni Peyğəmbərin vəfatı ilə bağlı hadisələr, daha dəqiq desək ki, hadisələrin cərəyan etməsi və Peyğəmbər Əkrəmin ömrünün sonlarındakı nigarançılığı və o nigarançılığı büruzə verməsi məsələsi artıq Hiccətül Vidadan başlayıb. Ona görə də Peyğəmbərin vəfatı hadisəsi haqqında danışanda mütləqdir ki, mübahilə hadisəsi, yəni Nəcran Məsihləri ilə Peyğəmbər Əkrəm və ailəsinin olan mübahiləsindən sonraki dönəmə diqqət etmək lazımdır. Peyğəmbər Əkrəmin vəfatına biz də Peyğəmbərin ömrünün sonuncu həccindən başlayacağıq. Çünki Peyğəmbər ömrünün sonuncu həcci çox əhəmiyyətli bir hadisədir və həmin o ərəfədən başlayaraq biz mərhələli şəkildə ta Peyğəmbər Əkrəmin vəfatı və ondan sonra qısa bir zamanda baş verən hadisələrə işarə edəcəyik. Əlbəttə, Peyğəmbərin cənazəsi hələ dəfn olunmamışdan öncə tarixdə baş verən, Mədinədə baş verən hadisə bizim bu verilişimizdə çox qısa şəkildə işarə edəcəyik, amma ümumi olaraq məqsədimiz Peyğəmbər Əkrəmin vəfatı və o dönəmdə baş verən hadisələr, xüsusilə isə Peyğəmbərin ömrünün sonlarındakı nigarançılığı idi. Peyğəmbər Əkrəm ömrünün sonlarında xüsusilə vida həccindən başlayaraq ciddi bir narahatçılığını üzə çıxarırdı və o narahatçılığı Peyğəmbər Əkrəmin yaxınları, ətrafları bilirdi. Bilirdilər ki, Peyğəmbər nədənsə narahatdır, nədənsə nigarandır, nədənsə ehtiyat edir. Baxın, konkret olaraq bu hadisə Peyğəmbər Əkrəmin vəfatının əsas hadisələrindən biridir və Hiccətül Vidada sonuncu həcdən bir sıra hadisələr artıq buna işarələndi və nəhayətdə Peyğəmbər ömrünün son günlərinə qədər, hətta o zamana qədər ki, yataqda idi və artıq yataqdan qalxa bilmədi, yenə də elə ətrafında olanlara bu məsələ ilə bağlı danışırdı ki, inşallah biz növbəti verilişlərimizdə elə buna işarə edəcəyik. Allahın amanında olun, Allah daim yardımcınız olsun.